Biz nə zaman uşağı hazıra qoymaq? Dediyim kimi, aşağı siniflərdə uşaqları hazıra qoymaq məsləhət görülür. Hə, uşağın boş qalmasın deyə istəyirsənsə 1 gün və yaxud maksimum 2 gün hazırlığa göndərə bilərsən. Müəllim, bu uşağa riyaziyyat heç cür çatmır. Göndər, problem yoxdur. Yəni beyni müəyyən qədər inkişaf eləsin. Və yaxud da riyaziyyatın yerinə məntiqdən müəyyən qədər hazırlığa göndərə bilərsən. Yəni 3 ay, 5 ay mütəmadi şəkildə bunu etməyin yaxşı deyil. Müəyyən bir müddət tutaq ki, 3-cü sinifdədir. Biraz boşluqlar var. Müəyyən qədər sinifdə çox axsıyır. Hə, sinifə çatmaq üçün hazıra qoya bilərsən, bunun bir sıxıntı. Çünki o bağ qopdusa sonra da onu düzəltmək biraz çətin məsələ olur. Amma məcburidirmi? Xeyr. Məcburi deyil. İnandırım sizi ki, uşaq 7-8-ci sinifə qədər zəif və orta gəlib və 8-9-cu siniflərdə elə bir sürət yığa bilər, inanılmaz dəyişikliklər ola bilər. Bu belə. Bəs biraz yuxarı tutaq ki, 5, 6, 7 bu siniflərdə nə etmək lazımdır? 5-ci, 6-cı sinifdə oxuyan bir övladın varsa, hazıra illa da mən hazıra qoyum, bu uşaq boş qalmasın deyirsənsə, məsləhətim dillərdən hər hansı birindən. Bu indi sənin seçiminə görə ingilis dili ola bilər, fransız dili ola bilər, ərəb dili ola bilər, alman dili ola bilər. Hansı dildən hazıra qoyursan qoy, sənin seçimin. Amma dillərdən hər hansı birini mütləq öyrənsin. Çünki dillərdən hər hansı biri burada yəni təbii ki, böyük üstünlük ingilis dilində olacaq. Çünki bu uşaq 9-cu sinifdə buraxılış imtahanı verəcək, 11-də buraxılış imtahanı verəcək. Yox, ingilis qəşəngcə başqa bir dil öyrənmək istəyirsən, o zaman da seçim zövqə görə, yəni plana, öz övladına, gələcəyinə qurduğun düşüncələrinə, dəyərlərinə görə onun üçün bir dil deməli əlavə edə bilərsən. Yaxşı olar uşağın yəni ən az 1 və ən yuxarı 2-3 dil bilməyi çox yaxşı olar. Bəs 5-ci sinif uşağını 6, 7 bu siniflərdə bax mən özüm Azərbaycan müəllimiyəm. Yəni az çox səhifədən görürsüz. Məsələn mən deyirəm ki, gətirin 5-ci sinifdən 6-dan 7-dən uşağınızı qoyun hazır. Mən deyirəm ki, ehtiyac yox. Azərbaycan 5, 6, 7-ci siniflərdə bir uşağın hazırlaşmağına ehtiyac yoxdur. Hə, mənim uşağım gələcək 700 bal yığsın deyirsən, sonra bir söz demə. Mən istəyirəm imkanım var. Uşağım üçün hazırlıq çətin deyil. İstəyirəm hazırlaşsın. Əziyyət vermədən həftədə 1 və 2 gün hazırlaşmaq şərtinə ola bilər. Amma ehtiyacmı? Xeyr, ehtiyac deyil. Azərbaycan dilinə ehtiyac deyil. Riyaziyyatı çox zəifdirsə, həqiqətən uşaq vurma cədvəlini belə bilmirsə, bəli, o uşağı 5-də, 6-da, 7-də bu siniflərdə sinifə çatana qədər, yəni orta səviyyəyə çatana qədər hazırlaşdıra bilərsən. Müəyyən aylarda. Amma da il boyu uşağı zülm edib hazıra göndərməyə ehtiyac yoxdur. Hətta bacarsa elə müəllim tapın ki, gedin deyin müəllim, mənim uşağımın 10 nəfərini işləmə neçə öyrədirsən, tutaq ki, 50 manat, mən sənə 70 manat verirəm, mənim uşağım 2 nəfər, 1 nəfər məşğul ol, gətir bu vəziyyətə çatdır. Və yaxud da mənə de ki, yəni vicdanlı adamla işləyin ki, o sizə düzün desin ki, sənin uşağında alınır, yoxsa alınır. Təbii ki, alınıb alınmadığında bilmək çox rahat. Uşağın işlədiyi test vəsaiti var. Nəyə keçmisiniz valla, filan mövzunu. Həmin vaxtda yox. 5 dərs keçəndən sonra açırsan testi, arxadan cavablarını, ilk 30 sualdan qoyursan 20-dən 30-a qədər qabağını, abala işdə bu 10 dənə sual baxın. İşləyir. 8 dənə, 9 dənə, 10 dənə düzü çıxırsa bu uşaq yaxşıdır. 10 sualdan 5 dənə səhv verirsə deməli yaxşı deyil. Müəllim ha nə qədər yaxşı deyir desin. Yəni burada əlində statistika var, sənəd var. Əsas olan odur.